Demek bugün gelmişim yukarı qəbristanlığa, kendimizin yukarı qəbristanlığına. YouTube kanalında bir nefer yazmıştı. Həsənov Cəbrayıl Fətəloğlu'nun qəbrini soruşurdu. Bugün Həsənov Cəbrayıl'ın məzarını tapmışam. Demek uçurup dağıtıblar. 37'de 1988'de ölüb. Daşın üstə yazıb analarından xatirə, övladlarından, analarından xatirə və burada Həsənov Cəbrayıl və burada da Fətalı 1937 təvəllüd səhv eləmirəmsə. Bir dəqiqə bu daşı düzəldim. Hə, bu daşı biraz düzəltdim sınığın. Demək Fətalı oğlu 1937-ci il təvəllüd, 1988-ci ildə ölüm tarixi. Həsənov Cəbrayıl Fətalıoğlunun məzarını soruşan, axtaran. Əgər istəsəniz mənimlə əlaqə saxlayarsınız.